Cavan və sağlam qalmaq üçün 5 şərt. Birincisi, idman və fiziki məşğələlər. Həftədə 3 dəfə fitnesə getmək, həftədə 120 dəqiqə kardio, yəni aerob yükləmələr etmək, qaçış, üzgüçülük, velosiped və s. Əzəllərin dartılması, aşağı çanaq əzəllərinin inkişafı üçün Kegel idman hərəkətlərini etmək. İkinci şərt, yuxu. Ən azı 7-8 saat yatmaq. Eyni saatda yatıb, eyni saatda yuxudan durmaq və göy işıqdan uzaqlaşmaq. Göy işıq nədir? Planşetlərdən, telefonlardan, televizordan gələn şüalar. Yəni telefonun qarşısında az vaxt keçirmək. Üçüncü şərt, qidalanma pəhriz. Çörək, un məmulatları, şirniyyatdan uzaqlaşmaq. Daha çox dolmamış yağlardan istifadə etmək. Avokado, zeytun, sarımsaq və balıq məhsullarından istifadə etmək. Dördüncü şərt, stressdən uzaqlaşmaq. Asudə vaxtınıza özünüzü nəyləsə məşğul etmək, özünüzə hobbi tapmaq. Vaxtınızı sizə müsbət və xoş emosiyalar verən insanlarla keçirmək. Əgər psixoloji pozğunluq əlamətləri varsa, psixoloqa müraciət etmək. Meditasiya və deməli yoga etmək məsləhətdir. Və nəhayət 5-ci şərt, mütəmadi müayinələrdən keçmək. Daxili orqanların ultrasəs müayinəsini etmək. Qanda laxtalanma, xolesterin səviyyəsi, qan ümumi analizi, hormonlar, onkomarkerlər, qadınlar pap test, kişilər PSA testini verməlidirlər. Endoskopik müayinələrdən keçməlidirlər. Tövsiyələrimizə riayət edin və sağlamlığınıza diqqət edin.